Salam müəllimlər. Hal-hazırki mövzumuz duru xəmirdən məmulatların hazırlanma texnologiyasıdır. Bugünkü mövzumuzda öyrənəcəyik ki, duru xəmirdən məmulatları necə hazırlayırıq. Xəmirin hazırlanmasında əsas ərzaq nədir? Xəmirin hazırlanmasında əsas ərzaq undur. Bəs un nədən hazırlanır? Buğda, qarğıdalı, çovdar və digər dənli bitkiləri üyüdərək biz un əldə edə bilirik. Hansı ki, bu sadalanan dənli bitkilər ki var, karbohidratdır, buğdadır, qarğıdalıdır, çovdardır və digər dənli bitkilər. Bizim orqanizmimiz üçün çox qidalı maddələr daşıyır, tərkibində var. Hansı ki, bunlar hansılardır? Karbohidratlar, zülallar, yağlar və minerallardır. Deməli, bizim orqanizm üçün qidalı maddələr hansılardır? Karbohidratlar, zülallar, yağlar və minerallar. Bunlar da hansı ki, unun dənli bitkilərin tərkibində var. İstifadə olunan taxıl növündən asılı olaraq unlar, buğda unu, çovdar unu və qarğıdalı unu. Buğda, çovdar və qarğıdalı ununa ayrılır. Unun keyfiyyəti nəyə görə müəyyən olunur? Unun keyfiyyəti onun rənginə görə. Rəngi qəşəngdirsə, ağdırsa, keyfiyyətlidir. Ətri və dadına görə. Rəngidir, ətridir, dadına görə müəyyən olunur. Bəs bişdikdən sonra keyfiyyət göstəricisi necə olur? Köpmə, dad, xarici görünüşü ilə müəyyənləşir. Deməli, bişməmişdən öncə unun keyfiyyəti rəngi idi, ətri idi, bir də dadı idi. Bişinti məhsulları isə köpməsidir, dadıdır və xarici görünüşə görə müəyyənləşir. Yaxşı köpürsə, deməli, yaxşı undur. Qəşəng qabarır, hündür olur. Dadı qəşəngdirsə, deməli, yaxşıdır. Xarici görünüşü qəşəngdirsə, bəli, deməli, bu keyfiyyətli undur. Bu göstəricilər isə unun keyfiyyətindən asılıdır. Bəli, hansı ki, bayaq da demişdik, keyfiyyət göstəricisi bunlardır, unun keyfiyyətindən asılıdır. Un harda saxlanmalıdır? Un quru yerdə saxlanmalıdır. Yaxşı havalandırılan yerdə saxlanmalıdır ki, rütubətdən un məhv olmasın. İstifadədən əvvəl un ilkin emaldan keçir. İstifadədən əvvəlki ilkin emalı nədir? Ələnməsi. Un ələnir. Ələnmə nəticəsində undakı təsadüfi qatışıqlar təmizlənir. Unun bişirilmə xüsusiyyətləri yaxşılaşır. Oksigenlə zənginləşir. Deməli, ələnmə səbəbimiz nədir? Qarışıqlardan təmizləyirik. Bir də ki, oksigenlə zənginləşir, xəmir daha yaxşı gəlir. Müəllimlər, bu slaydda nə öyrəndik? Hansı ki, xəmir etmək üçün bizə əsas ərzaq nə lazım olacaq? Un. Yəni, çoxlu un götürürük və sudur, nə bilim, baxır unun keyfiyyətinə, kalori dəyərinə. İstəyərik yağ vurarıq, istəyərik yumurta vurarıq. Deməli, un nədir bəs? Buğdadır, qarğıdalıdır, çovdar və digər dənli bitkilərin üyüdülməsindən əldə olunur. Bəs bizim orqanizmimiz üçün nə kimi xeyri var? Karbohidratla zəngindir, zülallarla, yağlarla, minerallarla zəngindir. Bəs hansı taxıl növündən istifadə edib un əldə edirik? Buğdadır, çovdardır, qarğıdalıdır. Bax bunlar. Hansı ki, keyfiyyətini necə bilirik? Rənginə görə, dadına görə, ətrinə görə. Bəs bişinti məhsullarının keyfiyyətli undan hazırlandığını necə bilirik? Qəşəng köpübsə, dadı qəşəngdirsə və yaxud da ki, xarici görünüşü gözəl görünüşə malikdirsə. Bəs harda saxlayaq onu? Unu saxlayırıq quru yerdə, yaxşı havalandırılan yerdə. Bəs unu bişirməmişdən əvvəl nə edirik? Unu bişirməmişdən əvvəl hansı ki, ilkin emalı ələməkdir. Ələməkdən keçirdirik, ələkdən keçirdirik. Bəs ələkdən nə üçün keçirdirik? Bunu da sual verirəm müəllimlər. Ələkdən keçirməyimizin səbəbi qatışıqlar olur tərkibində. Bir də ki, daha yaxşı oksigenlə zənginləşir. Növbəti slaydımıza keçək. Xəmiri hazırlamaq üçün
Un təpə şəklində qaba tökülür və içində çökəkli əmələ gəlir. Çökəkli yaradılır. Təpə şəklində tökürük və çökəkli yaradırıq daxilində. Bu çökəkliyə maye əlavə edirik. Baxın, mayeni əlavə etdik. Xəmir bərabər sıxlıq alana qədər qarışdırırıq. Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona kabartma tozu yaxud maya əlavə edilir. Hansı ki, maye əlavə edəndə onları da əlavə edirik. Əksər hallarda yumşaldıcı olaraq turş süddən və yumurta ağından qabartma tozu kimi istifadə edə bilərik. Deməli, neynədik? Xəmiri hazırlamaq üçün unu təpə şəklində tökdük və içində çökəklik yaratdıq. Ora maye əlavə etdik. Əgər keyfiyyətini yaxşı istəyiriksə olsun, kabartma tozu və yaxud da maye əlavə edirik. Olur ki, bəzi hallarda yumşaldıcı olaraq turş süd və yaxud da yumurta ağından istifadə edirik. Duru xəmirdən qida məmulatlarının, məsələn, blinin və oladyanın hazırlanması üçün mayalı və mayasız xəmirdən istifadə olunur. Oladya nədir, müəllimlər? Oladya buğda unundan kökə. Deməli, blin və oladyanın hazırlanması üçün bizə necə xəmir lazımdır? Mayalı və mayasız xəmir lazımdır. Duru xəmirdən hazırlanan blinin tarixi qədimdir. Demək olar ki, bütün xalqlar blindən istifadə edir. Onların mətbəxində blin mövcuddur. Ruslarda blin və blini, ingilislərdə pankek, çinlilərdə çin blini, fransızlarda nazik krep. Blinlər müxtəlif içliklə. Baxın, həm içliklə, həm də içliksiz. Deməli, blinlər iki cür olur. Birinci içliklə, ikinci içliksiz. Bal, xama, qatlaşdırılmış süd, mürəbbə və s. ilə yeyilir. Belə, bu slaydda da öyrəndiyimiz unun qaba tökülməsidir. Təpə şəklində tökdük, sonra çökəklik yaratdıq, maye, kabartma tozu, sonra maya əlavə etdik. Nə üçün? Keyfiyyətini yaxşılaşdırmaq üçün. Turş süd və yumurta ağından istifadə etdik, kabartma tozundan istifadə etdik. Bəs bu nə üçündür? Yumşaldıcı olaraq bunlardan istifadə etdik. Duru xəmirdən qida məmulatlarından hansıları biz hazırlaya bilərik? Blindir, oladyadır. Oladyanın, blinin hazırlanması hansı xəmirdən istifadə olunur? Hansı xəmirdən həyata keçirilir? Mayalı və mayasız xəmirdən. Oladya özü nə idi? Kökədir. Buğda unundan hazırlanmış kökə. Sonra blinlər dedik ki, içlikli və içliksiz olur. İki cür olur. Biz onu nə ilə yeyirik? Baldır, xamadır, qatlaşdırılmış süddür, mürəbbədir və s. Bununla yeyirik. Gəlin baxaq, müəllimlər. Bu bizim hansı ki hazırladığımız blindir. Ruslar buna rus blini deyir. Daha sonra Çinlilər çin blini deyir. İngilislər də pankek deyir. Blin hansı resurslardan istifadə olunaraq hazırlanır? 500 ml süd, yarım litr süd götürürük. 500 ml-yə 2 ədəd yumurta vururuq. Duzda 1 çimdik. 500 ml süd, 2 ədəd yumurta. 3 xörək qaşığı şəkər. Buğda unu 1,5 stəkan, yəni 1 stəkan yarım. Bitki yağı 2 xörək qaşığı. Deməli, 2 yumurta, 2 xörək qaşığı bitki yağı. 1 çay qaşığı kabartma tozu. 1,5 stəkan un, 3 xörək qaşığı şəkər. Ən çox burada süd bizə lazım olur, yarım litr. Daha sonra buğda unudur, 1,5 stəkan. Daha sonra şəkərdir, 3 qaşıq, 3 xörək qaşığı. Bax, burada çay qaşığı təkcə qabartma tozudur, başqa yoxdur. 2 xörək qaşığı bitki yağı, sonra 1 çay qaşığı da kabartma tozu. Duzda 1 çimdik, parmağımızın ucunda. Blin və oladya üçün mayasız duru xəmir vahid texnologiya üzrə hazırlanır. Yəni, bir gedişat var, bu cür hazırlanır. Yumurtadır, duzdur və şəkərdir. Bunların üçünü qarışdırdıq. Yumurta, duz
bir də şəkər. Bu üçünü qarışdırdıq. Bundan sonra məhlula otaq temperaturunda olan südün və onun yarısı bitki yağı əlavə edilir. 1,5 stəkan undu, onun yarısı bitki yağı, bir də nə dedi? Süd, onun yarısı, bir də ki, bitki yağı qarışdırırıq, əlavə edirik, qarışdırırıq. Qabartma tozu əlavə edilir. Eyni cinsli duru xəmiri alınana qədər yaxşı qarışdırılır. Qabartma tozunu da ona əlavə edirik və yenidən tökürük məhlulun üzərinə. 15-20 dəqiqə kənara, yəni dincəlməyə qoyuruq. Bilin, kiçik, qalın debli, çubuq və yapışmayan örtüyü olan tavalarda bişirilir. Kiçik tava lazımdır. Dibi qalın olmalıdır. Bir də yapışmayan örtüyü olmalıdır. Bilin bişirmək üçün götürülən tava, baxın ardıcıllığa fikir verək. Birinci tavanı yağlayırıq, sonra qızdırırıq. Bəli, yağlanmış tavanı qızdırdıq. Tavanı yağlamaq üçün mətbəx fırçasından da istifadə edə bilərik. Xəmir kiçik çömçə ilə tavaya tökülür. Tavanı yağladıq, sonra qızdırdıq və çömçə ilə tavaya tökdük. Bilinin alt tərəfi qızarıb, üstündə dəliklər yarandıqda onu çevirmək lazımdır. Bilinlər, baxın burada göründüyü kimi üst-üstə yığılır. Çərə yağı ilə yağlanır. Masaya ərinmiş çərə yağı, xama, mürəbbə, bal və s. ilə verilir. Bu da zövqə görədir. Kim istəyir çərə yağı ilə yağlayır, kim istəyir yağlamır. Bilinlər çox vaxt kəsmik, qiymə, ət düyü və s. içliklə konvert və ya borucuq şəklində. Baxın, içlikli, hansı ki biz demişdik, içlikli də ola bilir, içliksiz də ola bilir. İçli ilə necə olur? Konvert və ya borucuq şəklində. Rulon şəklində bükürük, borucuq şəklində və qızardırıq. Bizim bilin və oladya haqqında informasiyamız idi. Bilinin hazırlanma ardıcıllığı da hansı ki dedik biz, yumurtadır, şəkər qarışıqdır, bir də duzdur. Bunları qarışdırdıq. Daha sonra onun bir qismi süd və yağı əlavə etdik. Sonra əlavə etdik, qarışdırdıq. Eyni cinsli xəmir yarandıqdan sonra tavaya tökürük. Tavada dəliklər yaranırsa, artıq bizim bilin bişmiş olur. Çeviririk və yağlayaraq süfrəyə veririk. Ola bilsin ki, biz içlikli xoşlayırıq. İçlikli bilindəki içinə qiymə qoymaqla, ətdir, qiymədir, belə qoymaqla konvert şəklində və ya borucuq şəklində büküb qızardırıq. Deməli, indi gəldik maxara haqqında. Maxara nədir? Azərbaycanın şimal-qərb bölgəsinin, əsasən Zaqatala, Balaçan rayonlarının milli mətbəxinin əsas yeməyi duru xəmirdən, sac üzərində maxaradır. Duru xəmirdəndir, sacda bişirilir. Milli mətbəx hansı ki, Zaqatala, Balaçan rayonlarının milli mətbəxində hansı bölgədə? Şimal-qərb bölgəsində. Şimal-qərb bölgəsi, Zaqatala, Balaçan rayonları. Sonra duru xəmirdir, sonra da ki, sacda bişirilir. Bunu yadımızda saxlayaq. Dadı bilinə oxşasa da, bişirilmə qaydası fərqlidir. Bilini tavada bişirirdik. Sonra dadı bilinə oxşasa da bişirilmə qaydası fərqli olan maxara öz formasına görə günəşə bənzəyir. Bəli, günəşə bənzəyir. Maxara sacda bişirildiyindən xəmirin kənarları süzülərək günəşin şüalarını xatırladan saçaqlar əmələ gətirir. Azərbaycanın milli sac yeməyi maxaranın reseptini bilinin resepti ilə eynidir. Demək olar ki, eyni resept üzrə eləyirik və görünüş gözəl bir maxara əldə edirik. Bəs bu necə hazırlanır? Maxaranın hazırlanması üçün yumurta, mətbəx nəyi? Qoy baxmaq. Mətbəx qarışdırıcısı ilə. Bəli, mətbəx qarışdırıcı ilə yaxşı çırpılır və üzərinə şəkər tozu əlavə edilərək qarışdırılır. Deməli, yumurtalarda şəkər tozudur, yaxşıca qarışdırırıq. Bilində necə demişdik, şəkər tozudur, duzdur. Amma burada isə təkcə
yumurtadır, bir də şəkər tozudur, qarışdırırıq. Sonra məhlula süd əlavə edirik. Süd əlavə etdik və qarışdırılma prosesi davam edir. Daha sonra məhlulun üzərinə undur, duzdur, qabartma tozudur əlavə edirik. Sonra sacı qızdırırıq, sac yağlanır. Hazırlanan xəmirdən 1 stəkan, baxın, biz bayaqları bilini çömçəklə tökürdük, amma bunu stəkanla tökürük. 1 stəkan sacın üzərinə tökülür. Hər iki tərəfi qızardılır. Hər iki tərəfi qızardılır. Daha sonra maxara bişirildikdən sonra siniyə qoyulur. Üzərinə çərə yağı çəkilir və süfrəyə verilir. Maxara necə yeyilir? Maxara balla, şirin çayla və ya sadə şəkildə yeyilir. Bilin isə hansı ki çərə yağı idi, xama idi, mürəbbə idi, bir də bal idi. Yəni bu şəkildə yeyilir. Demək olar ki, oxşarlıq var. Təhlükəsizlik və sanitariya qaydaları necədir? Maxara hazırlayarkən sacı evdən kənarda, bunun üçün ayrılmış xüsusi yerdə qoyun, yəni yanğın falan baş verməsindir. Alovlanmış sacı nəzarətsiz qoymayın. Ocağı yandırmağı başqalarına etibar etməyin. Maxara hazırlayarkən küləyin üfürüb alışdırdığı qığılcımların uzun məsafəyə səpələnə biləcəyini unutmayın. Əks halda közərmə başlayar, nəticədə yanğın baş verər. Sacı böyüyən ağacların yaxınlığında yerləşdirməyin, çünki həmin ağaclar çox zərif olur, yana bilər. Sacı yandırmaq üçün tez alovlanan və yanan mayelərdən istifadə etməyin. Kibritin yandırılması zamanı yanar, buxarlar sizi odlaya bilər. Bu bizim sanitariya qaydalarımız idi. Gəlin baxaq görək, bu mövzu haqqında nə öyrəndik? Duru xəmirdən məmulatların hazırlanması. Müəllimlər, duru xəmirdən hansı məmulatları hazırladıq biz? Refleksiya aparın öz üçün.